Ayın 20'de doğulanlar çok hassas, güçlü intuisiya sahibi ve hususi ruh enerjisi ile doğulan insanlardır. Bu tarih hem iki rəqəminin duygusallığını hem de sıfırın mistik koruyucu gücünü taşıyır. Ona göre bu insanlar hem ince ruhlu hem de taleyinde hususi ilahi destek olan şəxslərdir. Aşağıda en dolgun ve dəqiq analiz var. Ayın 20'de doğulanların xasiyyəti, ümumi xüsusiyyətlər. Bu tarixdə doğulan insanlar çox vaxt dərin duyğulu, həssas və başqalarını tez anlayan, güclü intuisiya sahibi, ətrafındakilərin enerjisinə həssas, sakit mülayim amma içində gizli gücü olan, ədalətli, insanları qırmaq istəməyən, detalları görən və incə düşünən insanlar olurlar. Onların ən güclü tərəfi gələcəyi hiss etmək qabiliyyətidir. Bəzən emosiyalarına görə özlərini qoruya bilmirlər, amma içlərində çox böyük güc var. Ayın 20-də doğulanların gizli ruh enerjisi 0 rəqəmi onların həyatında ilahi qoruma yaradır. Tez-tez yuxular vasitəsilə mesaj alırlar. Bəzən dedikləri dəqiq çıxır. Bu taleyin verdiyi gizli hədiyyədir. İnsanların həm yaxşı, həm də pis niyyətini hiss edirlər. Karyera və uğur proqnozu. Ayın 20'də doğulanlar üçün yaradıcı sahələr, psixologiya, tibb, gözəllik və sənət, idarəçilik və diplomatiya, insanlarla işləmə bacarıqları olan sahələr çox uğurlu olur. Onların uğuru yavaş-yavaş, amma çatdığı zaman möhkəm olur. Ən güclü yüksəliş illəri 28, 30, 32 və 36 yaş. Sevgi və şəxsi həyat. Bu insanlar sevəndə dərin, sadiq, çox verən, ruhdan sevən olurlar. Ancaq seçdikləri insana görə çox zərbə də ala bilirlər. Sevdikləri zaman çox fədakar olurlar, amma qarşı tərəf bunu qiymətləndirməlidir. Həyatlarında bir talevi sevgi var, hansı ki bütün həyatlarını dəyişir. Pul və maddi enerji. Pul enerjisi davamlıdır, amma hissiz gəlir. Həssas olduqlarına görə bəzən tələsik qərarlar pul itkisi yarada bilər. 20-də doğulanların ən güclü maddi dövləri 2025 və 2026-da aktivləşir. Sağlamlıq və enerji. Sinir sistemi və yuxu ritmi həssas ola bilər. Enerji tez düşür, tez artır. Su, təbiət və sakit mühit onlara ən yaxşı şəfadır. 2025-26 xüsusi taley proqnozu. Bu dövrdə yeni qapılar, ən böyük şans, gözlənilməz dəstək, maddi yüksəliş, qismətlərin açılması, xoş xəbərlər gözlənilir. Ayın 20-də doğulanlar üçün bu illər tale dönüşü hesab olunur. Qısa məsləhət. Hər gün 20 saniyə mənim qismətim açıqdır deyin. Bu tarix enerjisi ilə bu niyyət tez reallaşır. İstəsən, ayın 2-si